Salam əziz dostlar, Ruhanənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə ətsiz boş reseptini sizinlə paylaşacağım. Bir dənə doğradığımız xırda kələmi, üzərinə bir dənə soğan doğrayıb kələmin üzərinə tökürük. Bir dənə kartof, 2 dənə kök, bir dənə də böyük kartof Yorkadan keçirtmişəm rəndədən. Bunu da əlavə edirik. Yorkadan çəkdiyim kələm boş pişən zaman onda qatılıq olur. Kəs sunu. İndi dəfnə yarpaqlarını bu hissəyə əlavə edəcəyik. Bir qaşıq da tomat. Kələmlər bişincək qovrulur. Ondan sonra üzərinə yağı əlavə edəcəyik. İndi isə üzərinə yağ qoyub, yağdan da biraz kələmi qovururuq. Yağ ərisin, kələmlər biraz qovrulandan sonra üzərinə su tökəcəyik. Kələmlərimiz qovruldu yağdan. İndi isə üzərinə su əlavə edirik. İndi üzərinə turşu qoyuruq qaynamağa. Bir 5 dəqiqə, 10 dəqiqə qaynasın. Borşumuz hazırdır. Borşumuz pişdi, hazırdır. Siz də bişirin, yeyin. Çox gözəl və dadlı olur. Siz də bişirin, yeyin. Çox gözəl və dadlı olur. Hər birinizin bəyənilərini və yorumlarınızı gözləyirəm. Xahiş edirik, biz bişiririk, sizinlə paylaşırıq. Siz də videolarımızı bəyənin və paylaşın. Sizin dəstəkləriniz bizim üçün önəmlidir. Hər birinizə təşəkkür edirik.